Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Ümid edirəm ki, çəkdiyim videoları bəyənəcəksiniz. Əgər bəyənsəniz, kanalıma abunə olmağı da unutmayın. Bugün sizə qızımla gəzintimiz haqqında danışacağım. Öncəliklə kukla teatrına getdik. Biraz şəkil çəkdirdik. Burada elə bildirdiyi şəkil çəkilir. Əvvəl rəfiqəm də bizlə gəlmişdi, videolarımızı o çəkir. Daha sonra onun işi çıxdı, başqa yerə getməli oldu və tək gəzdik. Burada nəzarətçi bizə yerimizi göstərir. Nur, yəni qızım, artıq 3-cü dəfədir kukla teatrına gəlir. Ona görə də rahat idi mənim üçün. 2 yaş olmağına baxmayaraq ictimai yerlərə aparmaqdan çəkinmirəm artıq. Çünki çox sakit dayanır, maraqlı gəlir ona. Burada biraz başım oynaşır. Bileti mənə yedizdirmək istəyirdi deyəsən. Çox şıltaqlaşıb və şirinləşib. Və teatr başlayanda əl çalır, digər uşaqlara baxıb. Ona həqiqətən çox maraqlı gəlir. Və bu arada qızıl balıq tamaşasına getmişdik biz. Burada reaksiyaları üçün ürəyim gedir. Nələr baş verdiyini anlamaya çalışır. Çox maraqla, çox diqqətlə baxır bu arada. Bundan sonraki videoda da görəcəksiniz. Düşünürəm ki, uşaqların inkişafı üçün teatrlar daha faydalıdır. Nəinki telefonda, televizorda baxdıqları multfilmlər, cizgi filmləri. Əslində icazə vermirlər çəkməyə, çox kiçik. Və daha sonra tamaşa bitdi, çıxdıq. Qapıda kitab stendi var idi, uşaqlar üçün kitablar var idi. Nurun kitablara ümumiyyətlə meyli çoxdur, amma burada biraz dağıdırdı. Ona görə əlindən alana qədər bir təhər oldum. O daha çox kitabları dağıtmağı xoşlayır. Evdə amma dəftərlə falan yazmağı çox xoşlayır, yəni bəyənir. Nur üçün bir kitab aldım, amma hələ ki verməyəcəm əlinə. Çünki əvvəllər verdiyim kitabları başlayırdı, cırırdı, yazırdı. Biraz böyüməyini gözləyəcəm. Hədiyyə olaraq da şar və kiçik bir heyvan verdilər. Heyvan oyuncağı yəni. Daha sonra şəkil çəkdirəndə şarını itirdik. Daha sonra Targovda, Nizam küçəsində yerləşən EC Waikiki mağazasının 3-cü mərtəbəsində Funland əyləncə mərkəzinə getdik. Nur xeyli əyləndi, yəni 1 saat biz götürmüşdük. 1 saatı doya-doya əyləndi. Ən çox sevdiyi də bunlar oldu. Məni də çağırır. Burada gəl, mama gəl. Hələ ki tam danışa bilmirəm, amma özünü ifadə edə bilir, müəyyən sözlər deyir yəni. Bu maşınlardan ötürü bir neçə dəfə uşaqlarla dalaşdı. Dalaşmadı daha doğrusu, uşaqlara heç nə eləmir. Gəlir mənə şikayət eləyir ki, onlar düşsünlər, mən minim yəni. Burada bir yerdə oynayırıq. Oradakı heyvanların adlarını soruşuram. Pişiyə İyo deyir. Hamısını çıxartdığı səslər deyir heyvanların. Burada isə yuxarıdan keçməli idi, amma mənim qızım həmişə kim tərsliyini salıb altdan keçir. Daha sonra oradan çıxdıq. Çöldəki bu atraksiyonlarda oynadı biraz. Amma dəyməz bunlara pul vurmağa, çünki uşaqlar tez sıxılırlar. Yəni hərəsi ilə bir 30 saniyə oynayırdı. Bu biraz maraqlı gəlmişdi, amma orada maşın, belə tipli atraksiyonlar var. Onlardan isə heç xoş gəlmədi. Minib düşürdü yəni. Burada pul vurdum, amma heç dəyməzmiş, çünki heç bir dəqiqə oturmadı. Ondan sonra durub çıxmaq istəyir, burada baxın. Və sonunda da axtarır ki, başqa nələr eləyə bilərəm, nə edə bilərəm ki, mən evə getməyim. Hələ də yatmamışdı burada.
Daha sonra çıxdıq. Bunu Targovda, yarmarkada almışdıq. Əjdaha nəfəs deyirlər. 6 manat aldıq, amma Nur da demək olar ki, yemədi. Daha sonra məhəlləyə çatdıq. Çatan kimi də mağazaya girib mənə sorma aldırdı. Və sonda isə yorğun ana. Sağ olun, salamat qalın.